Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaymə fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Misal üçün, müəssisə xaricdən məişət avadanlığı idxal edir və YGB-də məişət avadanlığı qeyd edilibdir. Satdığı mallar isə çantadır. Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə malların təqdim etməsi halı aşkar edildikdə. Misal üçün, fiziki şəxs dövr ərzində 500 cüt ayaqqabı idxal etmişdir və ya əldə etmişdir. Satılan miqdarı isə 1700 cütdür. Aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəsiz əməliyyatlar aparması aşkar edildikdə. Digər vergi məlumatlarından xəbərdar olmaq və ya öyrənmək üçün kursumuza müraciət edə bilərsiniz.